Əziz dostlar, mən Səyavuş Əlizadə, Xəzər Muzeyinin təsisçisiyəm. 26 ildən artıqdır ki, topladığım eksponatlar müxtəlif istiqamətlərə aiddir və bu eksponatlar hal-hazırda müəlliməm Sevda Abdullayeva tərəfindən mənə təqdim olunan bu məkanda yerləşir. Bu kiçik məkanda 20 mindən artıq eksponatı toplamaq, sərgiləmək və qorumaq çox çətindir. Bunun üçün də bizə yeni sərgi otağı və gələn qonaqları qarşılamaq üçün yeni tikiliyə ehtiyacımız var. Azərbaycan tarixinə, mədəniyyətinə aid və mənə bağışlanılan dəyərli eksponatları yeni tikilidə, yeni binada səliqəli və gözəl şəkildə sizə təqdim etmək illərimin arzusudur. Bu arzunun gerçəkləşməsi üçün lazım olan məbləği siz dostların köməkliyi ilə tez bir zamanda toplayacağımıza əminəm. Əziz mədəniyyət sevərlər, sizi də muzeyimizin bir parçası olmağa dəvət edirəm. Музей сделал столько успехов, то я думаю, что у него хорошее будущее и будет со временем еще лучше, чем сейчас. И я думаю, что будущее у него очень, я еще раз повторяю, хорошее. Yəni qısa bir müddətdə yaranmasına baxmayaraq, kifayət qədər Azərbaycanın ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərimizin arxivləri, çox qiymətli maddi mədəniyyət nümunələri məhz Səyavuş Əlizadənin təsis etdiyi muzey mərkəzinə etibar edilir, təhvil verilir. Mən Allahdan bir arzum var ki, istəyir, bax, sənin bu şəraitin çox balacadır burada. Heç olmazsa bir 5 bu qədərdir bir yer olsun ki, sən bu yığdığın bu kolleksiyanı, bu sərgini cəmaata göstərə biləsən. Çox redki şeyler gördüm bu günləri. Çünkü siz elediğiniz, imza verdiğiniz, adınızı koyduğunuz hassas bir işin kusuru olabilmez. Çok sağ olun. Çoxdandan tanıyıram sizi oğlum ve qabiliyyətinizə belədim. Qacar nəslinin nümayəndəsidir. Evet. Bunu təşkil edən mən bəxtidir. Heç kəs ona müraciət eləməyib, heç kəs ona bu tapşırığı verməyib. Amma görün nə qədər güclüdür mədəniyyətə. Ama isterdim ki daha geniş kütle, yani ki bilsin bu muzey hakkında ve tez gelsinler, baş çeksinler. Ümumiyyətlə burada hiç muzeyden de izafe o kadar böyle ev abu havası var ki bura gələn buradan çıkmak istəmir. Reallığı bir yerde toplamak, geleceğin nesli ötürmek yiğit değil. Böyük yiğit iş görürsünüz, qəhrəmanlıq edirsiniz. Onu da deməliyəm ki, siz bu işi fədakarlıqla görürsünüz. Yəni az qala bu həyatınızın bir ən vacib budaqlarından biridir, yollarından biridir ki, bunu siz böyük məhəbbətlə, böyük həvəslə yerinə yetirirsiniz və buna görə mən sizi təbrik eləmək istəyirəm. Keyfiyyət xoşuma gəldi. Yəni baxmayaraq ki, sən tək başına bunu edirsən və maddi əsasın olmadan da, yəni imkanlar. Keyfiyyət noktayı ailə yüksək səviyyə əsərlər. İstər folklor əsərlər, istər qədim əsərlər, istər rəngkarlıq əsərləri, hamısı çox yüksək keyfiyyətli, profesional əsərlərdir.